Həftəlik bürclər, dolça əkizlər, tərəzi bürclərin hava ünsürlərinin 27 oktyabrdan 3 noyabra doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar, bu həftə ən böyük problemimiz özünüzü ifadə etməkdir. Özünüzü ifadə edə bilməyəcəksiniz. İnsanların təsirləri sizin üzərinizdə çox olacaq. Aqressiyavınız, öfkəniz çox olacaq. Elə bil ki, insanlarla konfliktdə mübahisəyə girəcəksiniz ki, haqlı olduğunuzu, doğru olduğunuzu və səmimi olduğunuzu göstərməyə çalışacaqsınız. Və bu həftə beyniniz o qədər sizi narahat edəcək. Yuxularınızda, yemək yeyəndə, gəzəndə, ətrafınızda olan insanların bütün sözləri sizi qıcıqlandıracaq. Bütün gün beyninizin yüklənmiş bir vəziyyəti olacaq ki, insanlara özünüzün haqlı olduğunuzu, doğru olduğunuzu sübut etməyə çalışacaqsınız. Həftənin sonlarına doğru maddiyyatınızın gəliş-gedişinə, mübadiləsinə, alqı-satqınıza fikir verməlisiniz. Çünki həftənin sonlarına doğru maddiyyatla əlaqədar ciddi bir problem, ciddi bir, belə deyim də, itki yaşaya bilərsiniz ki, onun da səbirsizliyini, onun da əsəbiyyətini yaşayacaqsınız. Bu həftə udarı həftə deyil, amma bu həftə sizin üçün kritik həftə olacaq. Bilirsiniz necə? İnsanın beyni susmayan, insanın nə yaşadığını, nə yediyini, nə hiss etdiyini bilə biləcək bir vəziyyətdə deyil. Və sizdə də bu həftə elə olacaq. Ailə ilə bağlı konflikt olacaq, özünüzdə əsəbiyyətiniz çox olacaq. İnsanlar özünüzü ifadə etməyə çalışacaqsınız, anlamayacaqlar sizi və axırda belə deyim də, hər şeyin, hər kəsin ədalətsiz olduğunu düşünərək özünüzü boşluğa qoymuş bir nüansınız olacaq. İnsanlarla konfliktinizə, insanlarla danışığınızı yola vermək səviyyənizi bu həftə yüksək aktiv bir formaya salacaq. Çünki bu həftə zaman da sizlə ədalətli olmayacaq və keçmişdən gələn elə insanlar olacaq ki, bu ən çox kişilər olacaq. Sizin stabilliyinizi, sizə qarşı səhv olmağı daha da belə deyim, boşluğa salacaq. Belə bilin ki, bu həftə quyuda olacaq, çıxacaqsınız, düşəcəksiniz. Bu monotonluq sizi zamana doğru bezdirmiş bir formada olacaq. Ümumi dəyərləndirsək dolçalar, beyin susmur. Dəyərləndirsək 63%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər zamanın ən gözəl şəkildə idarə edən insanlardan biri olacaqsınız. Hər şeyin zamanı olduğunu, saxla zamanı, gələr zamanı kimi bir nüans olaraq ağıllı və müdrik formada həftənizi əkizlər davam elətdirəcək. Bu həftə əkizlər sizə vasitəçiliklər çox olacaq. Kömək, mənəvi, maddi, danışıq, sizin əvəzinizə iş görməyə çalışan insanlar, sizi qabağa çəkməyə çalışan insanlar bu həftə çox olacaq. Bu həftə belə deyim də, istəkləriniz üzərindən pul, maddiyyat baxımından, hobbiləriniz üzərindən pul, maddiyyat baxımından çox gözəl şanslar əldə edəcəksiniz. Yəni, bu həftə komfortlu bir şəkildə həftənizi yola verə bilərsiniz. Amma və lakin bu iş pul, maddiyyata aid. Amma ailə və şəxsiyyətlə əlaqədar olaraq bəzi nüansları bu vaxta qədər görmədiyiniz, bəzi nüansları düzgün formada ədalətli idarə etmədiyiniz üçün özünüzü qınayacaqsınız. Özünüzün bu həftə ən böyük, belə deyim, tərbiyələndirəcək forma mənciliyiniz olacaq. Gözəl həftədən çox da əkizlər bürcünün qadınları bu həftə belə deyim, görmədiyiniz bəzi şeylər kəşf eləyəcəksiniz və vacib, dəyərli olduğunuzu öz üzərinizdə aktivləşdirəcəksiniz. Ümumi emosional bir həftədir, sevgi və şəxsiyyətə diqqət nəvaziş istəyəcəyiniz bir həftədir. Zamanla, pulla, maddiyyatla işsiz əkizlər varsa, maddiyyatla problem olan əkizlər varsa, bu həftə onların hamısını həll edib stabilliyi quracaqsınız. Ayın 29-undan sonra zaten idarə edən qüvvə siz olacaqsınız. 83-84%-ə qədər həftəniz uğurlu olacaq. Tərəzilərə gələndə tərəzilər bu həftə qoruma vəziyyətindəsiz. Yəni, bu həftənin şanslarından birisi siz, elə bir evren sizi qoruyacaq. Hara gedirsiniz, sizi öz təsirinə salacaq. Hara gedirsiniz, sizi özündə aktivləşdirməyə çalışacaq. Amma və lakin tərəzilər xəyanət, yalan ya sizə olacaq, ya da siz edəcəksiniz. Bu həftə çox aktiv bir vəziyyətdə bunu hiss edəcəksiniz. Bu həftənin sonlarına qədər sevgi istəyirəm, diqqət istəyirəm, yalnızam, narahatam. Ancaq özünüzə sevgi, şəxsiyyətə doğru tərəzilər aktivləşdirəcəksiniz. Və bu həftə belə deyim də tərəzilər, risk edici vəziyyətiniz, yolla əlaqədar, yerlə əlaqədar bəzi problemlər yaşaya bilərsiniz. Bizə risk lazım deyil. Çünki zaten siz dəngəsiz insanlarsınız. Bugün risk elib, sabah onun yarımçıq qoyub və yaxud da onun peşmançılığını yaşayıb iş axıra qədər aparmayacağınızı məntiq olaraq çox gözəl düşünürsünüz. Tərəzilər, bu həftə belə deyim də sizə, bəzi boşluqlarınızı həll eləyə bilsəz, bəzi boşluqlarınız var, keçmişdən yarımçıq saxladığınız şəxsiyyətinə əlaqədar. Onları ailə olaraq, münasibət olaraq həll eləyə bilsəz, evren sizi qoruyaraq yeni bir qapılar açacaq. Özünüzü kəşf etmək, özünüzü dəyərləndirmək və ola bilər məsafəli pul maddiyyatı da öz üzərinizdə yol olaraq, məsafə olaraq, sosial olaraq, maddisal sferanızda aktivləşdirməyi bacara bilərsiniz əkizlər. Ümumi olaraq pis həftə deyil, kral və kraliçə olduğunuzu unutmayın. İdarə edici, özünüzü dəyərləndirməyi unutmayın. Sağlamlıq nə qədər xoşuma gəlməyən bilmirəm. Qadınlar sinə hissəvizdə, kişilər mədə, bağırsaq, mədaltı vəzdə bəzi problemləriniz olacaq. Ola bilər qaytarma, ola bilər infeksiya kimi bəzi nüanslarınız aktivləşə bilər. Bunlara fikir verməlisiniz. Ümumi dəyərləndirsək 75%-ə qədər həftənizi tərəzilər uğurlu edə bilərsiniz.